Herkese salam. Bugün sizə Anamuralı əfsanəsi haqqında məlumat verəcəm və birlikdə əsəri oxuyub təhlil edəcəyik. İlk öncə sizə əsərin janrı barəsində danışım. Əsərimiz məhz əfsanə janrındadır. Diqqətli olun. Məhz əfsanə janrındadır. Mövzumuz təbiətə müdaxilə, ovçuluq sevgisi və ana məhəbbətidir. İdeyamız isə təbiətin və canlıların nizamını pozmağın, ananı baladan ayırmağın, insan mənəviyyatında yaratdığı peşmanlıq və vicdan əzabı məhz əfsanəmizin ideyasıdır. Əsərdəki əsas dərslər, əsas simvolik hadisələr nələrdir desək, əsas dərslər bunlardan ibarətdir. Ana məhəbbətinin aliliyi, vicdanın oyanışı və təbiətə mərhəmət. Məhz 3 cəhəti biz əsərdə simvolizə edirik. Gəlin sizlə birlikdə əsər diqqətlə oxuyaq və əsərdəki əsas və vacib məqamları nəzərdən keçirək və qeydlərimizi aparaq. Kənddə məşhur ovçu kimi tanınan Nurəli kişi meşədən çox pərişan qayıtdı. Deməli, Nurəli kişi nə ilə məşğul idi uşaqlar? Məşhur ovçu idi. Deməli, uşaqlar, Nurəli kişi nə ilə məşğul idi? Ovçu idi. Ovçu kimi məşhur idi. Arvadı Fatimə, oğlu Bəhruz onu qarşılamağa çıxdılar. Kişi fikir dəryasına qərq olmuşdu. Fatimə bir addım irəli atıb, ərinin çiyninə lüləsi aşağı sallanan tüfəngi götürmək istədi. Nurəli kişi ona mane oldu. Ağır addımlarla evin arxasına keçdi. Tüfəngi çiynindən aşırdı. Arvadının və oğlunun gözləri qarşı qabağında neçə il yoldaşlıq etdiyi tüfəngin lüləsindən tutub onu daşa çaxdı. Daha günaha batmaq istəmirəm. Oğlum, Bəhruz, bundan sonra sənin qazancını yeməli olacaq. Bir də əlimə tüfəng almaram. Meşədən elə utanıram, elə xəcalət çəkirəm ki, bir dora dönməyə üzüm gəlməz. Sən isə ay bala, çörəyi tüfəngdən yox, torpaqdan çıxartmalısan. Diqqət etirin bura. Deməli, Nurəli kişi onun ovçu olmasını istəmir. Çörəyi tüfəngdən yox, torpaqdan çıxarmalısan deyir oğluna. Bəhruz atasının dərdinə şərik olmaq istədi. Atacan, sənin qərarın səbəbsiz deyil. Sən hər saat fikrindən dönən adam deyilsən. Ata dərindən nəfəs alıb başına gələn əhvalatı danışmağa başladı. 60 ildir ovçuluq eləyirəm. Diqqət yetirin. Düz 60 ildir ki, ovçuluqla məşğuldur. 60 ildir marala, ceyrana, turaca, kəkliyə, meşənin sərvətinə, dövlətinə güllə atıram. Hamı bilir ki, keyfimdən yox, sizi yaşatmaq üçün güllə atıram. Demək ki, onun ovçuluq etməsinin səbəbi ailəsini dolandırmaq olur və bunu öz sözlərində də görürük. 60 ildir bir dəfə də olsun meşə mənim xətrimə dəyməyib, məni əliboş qaytarmayıb. Bugün isə Fatimə hövsələsini basa bilmədi. A kişi, tez ol mətləb üstə gəl. Arvad, bugün bir ana maralı, xallı bəbir, qova-qova mənə tuş etdi. Diqqət yetirin, bir ana maralı, xallı bəbir qovurmuş. Bəbirə güllə atdım, aralandı. Onun ovuna özüm yələndim. Maral qaçdı, mən qovdum, mən atdım, o sındı. Nişangahdan yayındı. Yalnız bir səmtə can atırdı. Hiss edirdim ki, körpə balaları var. Özünü onlara çatdırmaq istəyir. İkimiz də üzülüb əldən düşmüşdük. Nə o qaçıb canını qurtara bilirdi, nə də mən əl çəkirdim. Axırda yazığı qoyub çıxılmaz bir qayalığa saldım. Lap yaxına gəlib xeyli tamaşa etdim. Gördüm yox, maral heç özündə deyil. Tez-tez həmin səmtə boylanır, tüfəngi gözümün turşuna qaldırdım. Niyyətimi başa düşən maral yanıqlı bir mələrti ilə mənə yalvardı. Tüfəng gözlərimdən inmədi. Birdən möcüzə baş verdi. Maralın soyuq daşlara fışqıran isti südü gözlərimi tutdu. Peşmançılıq var gücü ilə əllərimi vurdu. Tüfəngi çiynimə keçirib marala yol göstərdim. Yazıq heyvan məni anladı. Qabağıma düşdü, yola düzəldik. Amma gözlərindəki təlaş çəkilib getmirdi. Bilirdim ki, xallı bəbirin zəhmi onu titrədir. Deməli, maralı titrədən
e, xallı bəbirin zəhmi idi. Ana maralı bu məskəndə tək qoymaq olmazdı. Birdən şaqqıltı qopdu. Qayanın arasında puskuda duran xallı bəbir ox kimi süzüb maralı süpürlədi. Tüfəngin nə vaxt açılmasından xəbərim olmadı. Onu gördüm ki, xallı bəbir qorxunc bir nərilti ilə yerdə, maralın ayaqları altında qıvrılır. Maralı düz balalarının yanına qədər ötürdüm. Geri döndüm. Bundan sonra acından ölsəm də ovçuluq eləmərəm. Nahaq qan tökmərəm. Demək ki, maralın balaları var imiş və o öz balalarının yanına kimi gedir və ovçu onu düz balalarının yanına kimi ötürür. Fatimə ərinə təsəlli verdi. Ay kişi, sən ki ən böyük xeyirxahlıq eləmisən, day niyə qəm dəryasına batırsan? Bəs indiyə kimi? Aradan biraz keçəndən sonra Nurəli kişi fikirdən xəstəliyə düşdü. Deməli, Nurəli kişinin fikir çəkməsinin səbəbi məhz bu hadisə olmuşdu və bu hadisədən də o xəstəliyə düşür. Nə qədər dava dərman elədilər, nə qədər çiçəklərdən məlhəm düzəltdilər, xeyri olmadı. Kişi şəfa tapmadı. Bir gün Bəhruz Loğman kimi bir el həkiminin sorağını aldı. Çətinliklə olsa da həkimi tapıb atasının üstünə gətirdi. Həkim qoca ovçuya baxan kimi dərdinə aşina oldu. Ay bala, heç bilmirəm necə deyim. Xəstənin davası əlacsız yerdədir. O, bir kasa maral qatığı içsə, andan gəlmə olar. Həkim maralın südünü tapmaq müşkül məsələdir. O ki, qatığı ola. Həkim hamını ümidsiz vəziyyətdə qoyub getdi. Xəstə lap ağırlaşmışdı, dinib danışmırdı. Ana-bala onun yastığının qırağından çəkilmirdilər. Gecə vaxtı xəstə dilaşdı. Arvad, qab götür eşiyə çıx. Maral mənə süd gətirib. Bu hissəyə diqqət yetirin. Fatimə elə bildi, ərinin son nəfəsidir, sayıqlayır. Ancaq özünü sındırmadı. Sərnici götürüb bayıra çıxdı. Təəccübdən yerində dondu. İri buynuzlu, qumral ana maral astanada dayanmışdı. Yelinindən süd axırdı. Fatimə tez sərnici bulaq kimi qaynayan südün altına tutdu. Sərnic ağappaq köpüklü südlə doldu. Arvad baxıb ah çəkdi. Həkim qatıq demişdi, ay maral, sən süd verirsən. Fatimə südlə dolu sərnici götürüb içəri keçmək istəyəndə maral ona mane oldu. İsti südün içinə hər gözündən bir damla yaş saldı. Süd o saat qatığa çevrildi. Fatimə maralın üzünü, gözünü tumarlayıb yola saldı.